Əgər siz də ödənişli tətbiqlərin pulsuz variantını axtarırsınızsa, bu göstərəcəyim metod sizin köməyinizə çatacaq. Bunun üçün sadəcə brauzerimizə daxil olub axtarış qisminə alternative2.net yazaraq sayta keçid edirik. Açılan səhifədən Find an Alternative to bölməsinə alternativini tapmaq istədiyimiz tətbiqin adını yazırıq. Məsələn, mən Photoshop açar sözünü yazaraq çıxan seçimlərdən Adobe Photoshop'a klik edirəm. Gördüyünüz kimi sayt axtardığımız tətbiqin ən yaxşı alternativlərini bizim üçün sıralamağa başladı. Lakin bizə pulsuz olan lazımdır. Bunun üçünsə səhifəni bir qədər aşağı sürüşdürüb ekranda göstərilən hissəyə klik edirik. Buradan əməliyyat sisteminizə və tətbiqin xüsusiyyətlərinə uyğun filtrlar əlavə edə bilərsiniz. Mənə yalnız ödənişsiz tətbiqlər lazım olduğuna görə License bölməsinin altındakı Free filtrına klik edirəm. Beləliklə sayt axtardığımız tətbiqin ən yaxşı ödənişsiz alternativlərini bizə təqdim etməyə başlayır. Hətta buradan tətbiq haqqında istifadəçi rəylərini oxuya, hansı əməliyyat sistemlərinə uyğun gəldiyini görə və xüsusiyyətləri ilə də tanış ola bilərsiniz. Belə dostlar, əgər bu məlumat faydalı oldusa, videonu yadda saxlamağı və dostlarınızla bölüşməyi unutmayın. Azercell'in təqdimatında daha çox texnoloji həllərdən xəbərdar olmaq üçün isə səhifəmizi izləmədə qalın. Hələlik.